Salam, mən bu gün sizlərə Pinqvin Badinin hekayəsini oxuyacağam. Günəşli bir gün idi. Kral pinqvinləri üçün bu ələ düşməz fürsət idi. Ona görə də günəşli günün dadını çıxarırdılar. Biraz yaşlı olan pinqvinlər buzların üstündə uzanıb istirahət edir, cavan pinqvinlər isə soyuq sularda üzmə yarışı keçirirdilər. Suya girib çıxır, əylənirdilər. Bala pinqvinlər buzların birindən digərinə hoppanır, buz təpəciklərindən aşağıya sürüşürdülər. Pinqvin sürüsündə ürəyi həyəcanla çırpınan bir cütlük vardı. Tezliklə onların balaları olacaqdı. Yumurtanın üstündə oturan ata pinqvin öz-özünə dedi: "Deyəsən bu balamız nadinc olacaq. Hətta yumurtanın içində belə sakit dayanmır. O tərəf bu tərəfə gedib gəlir." Ana pinqvin onun sözlərini təsdiqlədi. "Doğru deyirsən, çox nadinc olacaq. Əgər sən yoruldunsa, qalx biraz da mən oturum." Ata pinqvin yumurtanın üstündən yavaşca qalxdı. Ana pinqvin oturmaq istəyirdi ki, yumurta yerindən tərpəndi. Ana və ata pinqvin təlaşla bir-birinə səsləndi. "Yumurta tərpəndi, tez ol, tut, tez ol, tut." Artıq gec idi. Yumurta aşağı yuvarlandı, buz qayalarından birinə dəydi və qırıldı. Yumurtanın içindən bala pinqvin başını çıxardı. Beləcə o, vaxtından əvvəl dünyaya gəldi. Ana və ata pinqvin onun adını Badi qoydular. Badi doğrudan da çox nadinc bir pinqvin balası idi. Bir yerdə dayanmır, anasının və atasının sözlərini dinləmir, ürəyi nə istəyirsə, onu da edirdi. Valideynləri Badinin başına bir iş gələcəyindən çox qorxurdular. Ona görə də bütün günü balaca pinqvinin arxasınca düşürdülər. Badinin bir cəhəti də vardı. Hər şeylə maraqlanırdı. Hər şeyi öyrənmək istəyirdi. Bir gün anasından soruşdu: "Ana, niyə bizə kral pinqvin deyirlər?" "Başımızda və boynumuzun üstündə qızıl rəngli tüklərimiz olduğuna görə. Bu tüklər atalarımızın ad sanını bildirir." Bir gün Badi səhər tezdən oyandı. Buz parçalarının arasında gəzməyə başladı. Birdən göy üzündə uçuşan quşları gördü. Uzun müddət onları seyr elədi. Quşlar tez-tez qanadlarını çırpırdılar. Balaca pinqvin dönüb özünə baxdı. Onun da qanadları var idi. Qaça-qaça valideynlərinin yanına gəldi. Onlara dedi: "Mən də quşlar kimi uçmaq istəyirəm." "Badican, axı sən quş deyilsən, pinqvinsən, necə uça bilərsən?" "Quşlar uçarkən qanadlarını işə salırlar. Mənim də qanadlarım var. Deməli, uça bilərəm." Atası ilə anası Badini başa salmağa çalışdılar. "Sənin qanadların uçmaq üçün deyil, üzmək üçündür. Dünyada qanadı olub uça bilməyən yalnız biz deyilik." Badi inadından dönmürdü. "Qanadlarımı üzmək üçün istifadə edə bilirəmsə, niyə uçmaq üçün də istifadə edə bilməyim? Görəcəksiniz, mən də uçacağam." Buz parçalarının birinin üstündə dayanmış qar bayquşu sakitcə pinqvin ailəsinə qulaq asırdı. Axırda dözə bilməyib söhbətə qarışdı. "Sən səhv fikirdəsən, Badi. Allah hakimdir. Hər şeyi gözəl bir səbəbdən yaradıb. Onun yaratdığı heç bir şey səbəbsiz deyil. Allah hamıya ehtiyacı olan nədirsə, onu verib." Badi qar bayquşuna çobud cavab verdi. "Sənə nə? Sən niyə bizim söhbətə qarışırsan?" Badinin bu cür danışması yaxşı hərəkət deyildi. Amma yaxşı ki, qar bayquşu ondan küsmədi. "Haqlısan, mən sizin söhbətinizə qarışmaqla düz eləmədim. Ancaq bunda bu qədər hisslənəcək bir şey yoxdur. Valideynlərin düz deyir. Allah sənin qanadlarını üzmək, bizim qanadlarımızı isə uçmaq üçün yaradıb. Sən bizim kimi uça bilməzsən. Necə ki, biz də sənin kimi üzə bilmərik." "Düz deyirsən, sən heç vaxt mənim kimi üzə bilməzsən. Amma mən sənin kimi uçmağı əla bacararam."
Qar bayquşu Badi ilə mübahisə etməyin mənasız olduğunu anladı. Dedi: "Qoy sən deyən olsun. Mən deyəcəyimi dedim." Qar bayquşu bunu deyib havaya qalxdı. Uçaraq uzaqlaşdı. Badi qar bayquşunun arxasınca baxıb deyinməyə başladı. "Mən uça bilmərəm, əlbəttə uça bilərəm. Mən uçum, sən də bax." Badi həmin gündən uçmağı öyrənməyə başladı. Buzların üstünə çıxır, qanadlarını iki yana açır və özünü boşluğa atırdı. Hər dəfə də özünü göydə yox, yerdə görürdü. Dəfələrlə cəhd etdi, amma bir nəticə hasil olmadı. Hər dəfə cübbultu ilə yerə dəydi. Başını buz parçalarına vurdu. Ancaq inadından heç cür əl çəkmirdi. Günlərin bir günü Badi yenidən bir buz parçasının üstünə çıxmışdı. Uçmağa hazırlaşırdı ki, havada iri bir fırtına quşu göründü. Fırtına quşları bala pingvinlər üçün çox təhlükəli idilər. Onları didib parçalaya bilərdilər. Fırtına quşu Badiyə doğru şığıdı, onu pəncəsinə keçirdi, yenidən havaya qalxdı. Quş Badini yuvasına doğru aparmağa başladı. Bu gün onun balalarını ləzzətli nahar gözləyirdi. Yazıq Badi onu gözləyən aqibətdən xəbərsiz idi. Göydən dənizə, buz dağlarına və yuvasına baxdı. Mənzərə o qədər gözəl idi ki, Badinin uçmaq arzusu daha da artdı. Öz-özünə dedi: "Uçmağı mütləq öyrənməliyəm. Mən bunu bacararam." Fırtına quşu Badini yuvasına gətirdi. Badi yalnız indi təhlükədə olduğunu başa düşdü. Çox qorxdu. Fırtına quşunun balaları dimdiklərini uzadaraq Badiyə doğru gəlirdilər. Badi bağırmağa başladı. "Kömək edin, kömək edin!" Amma onu heç kim eşitmirdi. Yuvadan qaçmaq istədi. Geri bir neçə addım atmışdı ki, müvazinətini itirdi. Qayalardan üzü aşağı yuvarlanmağa başladı. Qanadlarını bir neçə dəfə çırpdı. Amma cəhdləri heç bir işə yaramadı. Uça bilmirdi. Badi öz-özünə dedi: "Axı mənim qanadlarım niyə işə yaramır? Niyə uça bilmirəm? Niyə?" Artıq qayalıqlardan yerə dəyməyinə az qalmışdı. Badi başını itirmişdi. Deyəsən sonum gəlib çatıb. Amma qorxduğu kimi olmadı. Dəniz suları ona qucaq açdı. Badi suya düşdü, dərhal qanadlarını işə saldı və sahilə doğru üzməyə başladı. Dənizdə gördüyü mənzərələr, sağ solunda üzən balıqlar, mərzanlar onu heyran qoymuşdu. Dəniz göy üzündən daha parlaq və gözəl görünürdü. Bu vaxt Badinin qarşısına fok balığı çıxdı. Badi ondan soruşdu: "Mənim qanadlarım var, amma uça bilmirəm. Səncə bunun səbəbi nədir?" Çünki hakim olan Allah sənin qanadlarını uçmaq üçün yox, üzmək üçün yaradıb. Özü də bəyəm sən dənizdə yaşamaqdan bezmisən ki, uçmaq istəyirsən? Badi bir anlıq fikirləşib dedi: Xeyr, mən dənizdə çox xoşbəxtəm." Bu vaxt Badi qar quşunu gördü. Ona səsləndi: "Haqlısanmış, bayquş qardaş, mən sənin kimi uça bilmərəm. Necə ki, sən də mənim kimi üzə bilməzsən." Qar bayquşu Badiyə belə cavab verdi: "Bunu başa düşdüyünə görə çox sevindim balaca." Sonra qar bayquşu və Badi onlara ehtiyacı olanları verdiyi üçün hakim olan Allaha şükr etdilər. Bəli, bu qədər. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.